Salam dostlar. Bu videoda sizinle Azərbaycanın dünya şöhrətli ulduzu, estrada və opera müğənnisi, Azərbaycan və SSR xalq artisti, şöhrət ordenli Müslüm Maqomayev haqqında danışacağım. Onun səsi və yaradıcılığı milyonlarla insanın qəlbinə yol tapmışdır. Gəlin birlikdə bu böyük sənətkarın həyatına və yaradıcılığına daha yaxından nəzər salaq. Летит из груди. О, море, море, рядом и стало, ты ненадолго подаришь прямой. Море, возьми меня, дальние дали, парусом алым, вместе с тобой. Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub. Onun ailəsi mədəni və bədii ənənələrlə zəngin idi. Ona bəstəkar, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri olan babasının adını qoyurlar. Atası Məhəmməd Maqomayev 2-ci Dünya müharibəsinin bitməsinə 15 gün qalmış cəbhədə həlak olur. Anası aktrisa Ayşət xanım ikinci dəfə ailə həyatı qurur. Müslümü isə əmisi Camal himayə edib böyüdür. Müslüm Bakı Musiqi Məktəbində təhsil almağa başlayır. Məktəbdə vokal sinfi olmadığı üçün 1956-cı ildə Asif Zeynallı adına musiqi məktəbinə keçir. 1959-cu ildə oranı bitirir. 1964-65-ci illərdə Milan şəhərindəki La Scala teatrında təcrübə keçir. 1968-ci ildə Bakı konservatoriyasını bitirir. O, ilk dəfə 15 yaşında Bakı Dənizçilər Klubunda səhnəyə çıxır. 1961-ci ildən böyük səhnələrə çıxmağa başlayan Müslüm, 1963-cü ildə Helsinkidə keçirilən Ümumdünya Gənclər Festivalında ifa etdiyi Buchenwald nabati mahnısı ilə laureat olur. Məşhur Agoniyak jurnalı Müslümün şəklini Bakılı gənc dünyanı fəth edir başlıqlı məqalə ilə dərc edir. 1963-cü ilin noyabr ayında Çaykovski adına konsert zalında ilk dəfə solo konserti baş tutur. Müslüm Maqomayevin SSR-də və imperiya sərhədlərindən kənarda çoxlu solo konsertləri təşkil edilir. Milyonlarla tirajda 45 valı buraxılır. Bir müddət opera müğənnisi kimi çalışır. Figaro'nun toyu, Otello, Koroğlu, Şah İsmail və başqa operalarda çıxış edir. Lakin sonralar sırf estrada janrında yaradıcılığına davam edir. Müslüm Maqomayev estrada musiqisində də böyük uğur qazandı. Onun ifa etdiyi mahnılar, xüsusilə Azərbaycan, Sənə də qalmaz, Ana kimi əsərlər milyonlarla dinləyicinin qəlbinə yol tapır. Müslüm Maqomayev izah edilməyəcək dərəcədə məşhurlaşır. Onun stadionda verdiyi konsertlərə o qədər tamaşaçı gəlir ki, Müslüm Maqomayevi qapıdan keçməyə qoymurlar və helikopter ilə səhnəyə enmək məcburiyyətində qalır. Müslüm Maqomayev 1960-cı ildə Ofeliya Vəliyeva ilə ailə qurur. Onların tanışlığı musiqi məktəbindən yaranır. Bu evlilikdən Marina adlı qızı dünyaya gəlir. Lakin cütlük 1963-cü ildə ayrılır. İkinci dəfə isə Moskvada 1974-cü ildə məşhur opera müğənnisi Tamara Sinyavskaya ilə evlənir. Eldar Quliyev ilə möhkəm dostluq olan Müslüm hər il onun doğum günündə Bakıya gəlir. Eldar Quliyevin Gümüş Göl əfsanəsi, Təxribat, Nə gözəldir bu dünya, Burulğan filmlərinə musiqi bəstələyir. Nizami filmində isə baş rola çəkilir. Ömrünün son illərini Moskvada sakit həyat tərzi keçirməklə başa vurur. Uzun müddət ürək xəstəliyinə əziyyət çəkən Müslüm Maqomayev 2008-ci ildə oktyabrın 25-i Moskvada dünyasını dəyişir. Əziz anam, şirin sözlü anam, qəlbim çövrətiş. Oktyabrın 28-i Moskvada baş tutan vida mərasimindən sonra cənazəsi Bakıya gətirilir. Gülər üzlü qara. Ayın 29-u Bakıda baş tutan vida mərasimindən sonra ən məşhur mahnılarından olan Azərbaycan mahnısının sədaları ilə tabutu Fəxri Xiyabana aparılır. Babası Müslüm Maqomayevin yanında dəfn edilir.
Ana qəlbin laylalar gəzər, doğma səsin Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biridir. Onun səsi və yaradıcılığı illərlə dinləyicilərin sevgisini qazanır və onu ölməz bir əfsanəyə çevirir. Siz Müslüm Maqomayevin hansı mahnısını ən çox sevirdiniz? Rəylərinizi yazmağı unutmayın. Videomu bəyəndinizsə like və paylaşmaq sizdən. Görüşənədək. Laylan hələ yaşar, laylan eller aşar, güneş kimi yana yana yana. Ana sesin aydın seher olar, ana kalbim keşik çeker bize, yol